Daxili enerji hansı hərflə işarə olunurdu? U hərfi ilə. Enerji olduğu üçün vahidi jouldur və bir joul nəyə bərabərdir? Əsas vaiddən ifadə etdikdə kiloqram və metr kvadrat bölü saniyə kvadrat və daxili enerji kinetiklə potensialın cəminə bərabərdir. Molekulyar orta kinetik enerjisi ilə potensial enerjisinin cəmi bizə verir daxili enerjini. Burada bir atom ideal qazdan danışıramsa, bir atom olduğu üçün qarşılıqlı təsir enerjisi olan potensial enerji nəzərə almırıq. Ona görə də daxili enerji ilə n sayda orta kinetik enerjiyə bərabər olur. Və bu düsturlardan alıram ki, əsas düsturlarımı 2D3 NRT, 2D3 M bölü MRT, 2D3 PV. Bu daxili enerjinin düsturları idi. Biz burada 2D3 NRT-dən və 2D3 PV-dən çox istifadə edirdik. Və 2D3 NRT düsturuna görə daxili enerji temperaturdan düz mütənasib asılı idi. Kütlədən də düz mütənasib asılıdır. Nə zaman temperatur sabit qaldıqda daxili enerji dəyişər, kütlə dəyişəndə. Kütlə dəyişirsə daxili enerji dəyişər. Kütlədən, temperaturdan, daxili enerjidən, maddə miqdarından düz mütənasib asılıdır. Kütlənin sabit qiymətində, temperaturun sabit qiymətində molar kütlədən tərs mütənasib asılıdır. Yəni düsturlara görə baxırdıq. Və daxili enerji dəyişirsə, delta U bərabərdir. Əgər temperatur dəyişirsə, 2D3 nör T2 çıx T1 idi. Yəni nör delta T idi. Və yaxud P2 V2 çıx P1 V1 düsturlarından istifadə edirdik. Və konkret proseslərdə izobarda, izoxorda, izotermikdə, izobarda təzyiq sabit idi, həcm dəyişirdi. Təzyiqi sabit saxlayıb həcmi dəyişir. İzoxorda həcm sabit idi, təzyiq dəyişirdi. İzotermikdə isə həm kütlə, həm də temperatur sabit qaldığı üçün daxili enerji də sabit qalır. Həm kütlə, həm temperatur sabit, daxili enerji də sabit qalır və bu zaman daxili enerjinin dəyişməsi sıfır edir. Qızma proseslərində temperatur artdığı üçün daxili enerji artır. Soyumada temperatur azaldığı üçün daxili enerji azalmış olurdu. Və ideal qazın daxili enerjisinin dəyişməsi başlanğıc və son temperaturdan asılıdır. Bu prosesin formasından asılıdır. Bu da bizim qeydimiz idi. Bu bizim daxili enerji. Yəni daxili enerjidə belə bir dəhşətli bir şey yox idi. Çox rahat bir mövzu idi. Onun testlərinə baxsaq, təbii ki, siz bu qaydaları bir dəfə də keçmişsiniz deyə tez üstündən keçirik. Üstündə çox da durmuruq qaydaların. Keçmişsinizsə, şübhəli. Keçməyən də var da müəllim. Sən keçmirsən, olmaz. Onu sən də keçmirsən. Sadəcə qulaq asılıbmı o şübhəlidir. Sizə görə mən çox gec şey eləmişəm proqramı. Gecikə getmişəm. Deməli, qazı qızdırdıqda dedik ki, daxili enerji artır. Qazı soyutduqda dedik ki, daxili enerji azalır. Bunlar bildiyimiz şeylər. Qazı qızdırdıqda enerjisi artır, soyutduqda enerjisi azalır. Və cismi təşkil edən zərərçəklərin hərəkət və qarşılıqlı təsir enerjisinin cəmi. Hərəkət enerjisi kinetik enerji idi, qarşılıqlı təsir enerjisi potensial enerji idi. İkisinin cəmi bizə verir daxili enerjini. İkisinin cəmi bizə verir daxili enerjini. Sonra məsələlərində biz deməli 4-5-i deyim. Konkret düsturlarımızdan istifadə edirdik. Yəni misal 4-cü sualda daxili enerjini deyir tap 2D3 nör T düsturundan, yəni 2D3 nüsü bizə verib 3 mol, maddə miqdarının qiyməti 3 mol, universal qaz sabiti 8. Sonra temperaturda 300 Kelvindir. Bunların hamısı bir-birinə vurduqda 8 ilə 2 7 qaldı burada 4. 9 vur 4 36 36-nı da 300-ə vuranda eləyir 10.800, yəni 10,8 kilojoule qalmış olur. Yəni məsələ həllidir. 2D3 NRT düsturundan istifadə edirik. Bu bizim daxili enerjinin ən vacib düsturu idi. Və 6-da misal üçün sənə həcmdən daxili enerji verir və təzyiqi soruşursa, bu bərabər 2D3 hansı düstur? Təzyiqlə həcmdən olan düstur 2D3 PV düsturundan istifadə edirdik. Və buradan biz şeyi tapanda, təzyiqi tapanda P-ni, P nəyə bərabər olur? 2-ni vururuq U-ya, bölürük 3
V-yə. Qiymətlərinə qoyduqda 2, daxil enerji qiyməti 6-dır. 3, həcmin qiyməti 4. 12 bölü 12 cavabımız eyir 1 və təbii ki, daxil enerji kilo ilə verildiyi üçün 1 kilo paskal. Təzyiqin vahidi paskal idi və 1 kilo paskal yazmış olurduq. 7-də də həmin bu 4-cü sualdakı düsturda sadəcə dəyişməni bizdən istəyirdi. Daxili enerjinin dəyişməsi delta U bərabər 2 döyüş nə dəyişdi? Temperatur dəyişdi. Nör delta T. Temperatur dəyişdi. 2 döyüş. Maddə miqdarının qiyməti 2, universal qaz səbiti 8, temperatur dəyişməsi də nə qədər dəyişdi? Temperatur 100 dəyişdi. Və hamısını bir-birinə vurduqda 3 vur 8, 24, 24 vur 100, 2400 deyirdi. Bunu da mən kilojoula çevirdikdə qiyməti 1000-ə bölürdük. Olurdu 2,4 kilojoul. Yəni B variantı. Daha sonra bu bizim məsələ həllərimiz və konkret düsturlardan istifadə edirik. 2D 3 NRT, 2D 3 PV düsturlarından istifadə etdik. Və daxil enerjinin vahidi dedik ki, nədir? Jouldur. Enerji vahidi jouldur. Və bu ifadə də, yəni bunu da desək, yəni 2U bölü 3 nüyer. Nə yoxdur burada? T yoxdur. Temperatur bizə verir. Yəni U bərabər 2D3 nüyer T düsturunda T-ni tapanda olur 2U bölünsün 3 nüyer. Yəni bizə verir qazın mütləq temperaturunu Y variantını. Yəni eyni düstur 2D3 nüyer T düsturundan istifadə elədik. Bu qədər istifadə edib bu düstur yadda qalmırsa, daha deyiləsi sözümüz yoxdur. Və sabit temperaturda daxil enerji kütlədən necə asılıdır? Təbii ki, düsturumuz yenə 2D3 nüyer T. Burada nün-ün yerinə M böləm yazsaq, olur M böləm RT. Maddə miqdarı kütlə bölünsün molar kütlə idi. Və mən görürəm ki, daxil enerji burada kütlədən necə asılı olur? Təbii ki, düz mütənasib asılı olur. Kütlə artanda bizim daxil enerjimiz qiyməti də artmış olur. Daha sonra ən böyük, ən kiçik qiymətin tapılması 11-ci sualda isə necə gedirdik? Yenə U bərabər düsturum 2-də 3 PV düsturudur. Hasildir. Yəni, daxil enerjinin ən kiçik qiyməti üçün vurğuların hər biri kiçik olmalıdır. Yəni, kiçik qiymətdən almalıdır ki, bu ən kiçik olsun daxil enerji. Hər ikisinin ən kiçik olduğu nöqtə hansıdır? 1 nöqtəsi. Deməli, 1 nöqtəsində daxil enerjinin qiyməti ən kiçik olmuş olur. Ən böyük desəydik, hər ikisinin ən böyük olduğu nöqtə 3-ü götürəcəkdik. Ən kiçik dediyi üçün hər ikisinin ən kiçik olduğu nöqtə 1-i götürmüş oluruq. Və daxil enerji dedik ki, kütlədən düz mütənasib asılıdır. Kütlə 3 dəfə artırsa, daxil enerji qiyməti də yenə 3 dəfə artmış olur. Daxil enerjini hansı cihazdan ölçmək olar? Düsturda temperatur olduğu üçün termometrdən istifadə etməklə. Yəni düsturumuz U bərabər 2-də 3 nüyer T düsturunda temperatur var. Temperatur nə ilə ölçülür? Termometrlə. Onda deməli, daxil enerji də yenə termometrlə ölçülür. Hiqrometr rütbəti ölçürdü, manometr təzyiqi ölçürdü, termometr qüvvəni ölçürdü, spidometr isə ani sürəti ölçmüş olurdu. Bu sual 15-ci sual ən çox çaşılan sual tiplərindən biri. Bunu xüsusən qeyd eləyək. Bu sağ olsun, uşaqların əksəriyyətinə səhv çıxır bu sual. Niyə? Çünki Celsini birbaşa 546-nı bölürlər 273-ə 2 yazılırlar və cavabı 2 tapırlar. Və bu cavabda olmadığı üçün qalır sual. Burada niyə? Çünki Celsini Kelvinə çevirmək lazımdır. Celsiusdən işləmirsiniz, Kelvindən işləyirsiniz.
Yəni birincidə temperaturun qiyməti 273 Selsi idi. Üstünə 273 gəldikdə olur 546 Kelvin. İkincidə Selsiədəki qiymət 546 idi. Yenidən üstünə 273 gəldikdə olur 819. Yəni Kelvinlə işləyirsən. Başlanğıcda bunun temperaturu 546 Kelvin idi. Sonra oldu 819 Kelvin. Necə dəyişdi? 1,5 dəfə artdı temperatur. Temperatur 1,5 dəfə artırsa, daxili enerji də 1,5 dəfə artar. Temperatur özünü necə aparırsa, daxili enerji özünü elə aparır. Temperatur artanda artır, temperatur azalanda azalır, temperatur sabit qaldıqda isə sabit qalmış olur. Təbii ki, kütlə dəyişmədiyi halda. 15-də cavabımız olur A variantı. 16-da yenə eyni düstur, yenə eyni düstur. U bərabər 2 3 nöqtəyə. Buradan maddə müdənliyini tapanda 2U bölünür 3RT-yə. 2U bölünür 3RT-yə. Qiymətlərinə qoyuruq. 2, U-nun qiyməti 24-dür və kilocollandı. Kilocolu cola çevirəndə olur 1000. 3R8 temperaturda 200-dür. Hamısı 8 ilə 3 getdi 24 ilə. 2000 böləndə 200 olur 10. Deməli, maddə miqdarının qiyməti 10 mola bərabərdir. Bu bizim ilk səhifələrimiz, ilk vərəqimiz. Sual yoxdur ki bunlardan. Bayaqdan eyni düsturdan getdi. 2-5 nöqtə düsturundan getdi. Elə demək olar ki, əksəriyyətində elə 2-5 nöqtə düsturundan istifadə elədim. Bu da bu düsturun nə qədər vacib düstur olduğunu göstərir. Daha sonra bu da yenə verilən ən çox sual tiplərindən biri 17. Sənə deyir ki, 1 mol 1 atom də qaz izobar qızdırılanda onun həcmi 4 dəfə artmışdır. Qazın başlanğıc temperaturu 27 Selsi olarsa, genişlənmədən sonra onun daxili hesabla. Bax, sənə deyir maddə miqdarının qiyməti 1 moldur. Həcm 4 dəfə artdı. Həcm 4 dəfə artdısa, izobar prosesdə təzyiq sabitdir dedik. İzobardır. Qeyd olunub burada. Və qızıbsa temperatur deməli artıqdır burada. Sözdən görünür. Həcm 4 dəfə artanda temperatur 4 dəfə artar. İzobar prosesdə həcmlə temperatur düz mütənasib. Həcm artanda temperatur da artır. Həcm 4 dəfə artanda temperatur 4 dəfə artır. Əvvəlcə temperatur neçə idi? Selsilə verilib Kelvinə çevirmək lazımdır. Üstünə 273 gəlirik. Selsidəki qiyməti Kelvinə çevirəndə üstünə 273 gəlirik. Olur nə? 300. Əvvəlcə temperaturum 300 Kelvin idi. 4 dəfə artdı. Oldu nə? 400 vur 300, 1200 Kelvin. Bizə deyir ki, genişlənmədən sonraki daxili enerji tap. Yəni, ikinci daxili enerji tap. O 2 bərabərdir. 2-də 3 nör T2. Genişlənmədən sonraki temperaturdan istifadə edəcəyik. 2-də 3 maddə miqdarı dəyişmir. Qiyməti 1. Universal qaz sabiti dəyişmir. Qiyməti 8. Temperatur ikinci temperaturun qiyməti 1200. Bu bizə nə verəcək? 14400 verir rekunda qiymət. Bunu da kilojoula çevirəndə 1000-ə bölürük olur 14,4 kilojol. Yəni cavabımız olur bu sualda D variantı. Həcm 4 dəfə artıbsa, temperatur 4 dəfə artıb, izobar prosesdə düz mütənasibdir. Başlanğıc halda temperatur 27 Selsi, yəni 300 Kelvindir. Sonra 4 dəfə artırsa olur 1200 Kelvin. Və səndən dəyişməni soruşmur. Deyir ki, genişlənmədən sonraki daxili enerjini tap. Yəni ikinci daxili enerjini tap, sondakı daxili enerjini tap. Sondakı daxili enerjini tapıramsa, mən sondakı temperaturdan istifadə edirəm. 2-də 3 nöqtə T2-dən. Qiymətlərini qoyduqda 14400 alınır. Onu da kilojoula çevirəndə qiyməti 1000-ə bölmüş olur. 18-ci sual isə 16-cı sualın kopyasıdır. Heç bir şey.
Daha sonra aslında qrafikində hamısından düz mütənasib deyil. Yəni bu 19-da düz mütənasibdir. 19-da Y variantıdır. Daxil enerji temperatur artdığında daxil enerji artır. Düz mütənasib 19-da Y variantı. 20-də də yenə düz mütənasibdir. New'dən, T'dən, M'dən 2-də 3 Newton düsturu. Hamısından düz mütənasibdir. 22-ni deyim elə cavabı aşağısına var. Sənə deyir ki, 23-də işləmişdik bayaq. Sənə deyir ki, sabit kütləli bir atom ideal qaz üzərində dairəvi proses aparılmışdır. Diaqramın hansı hissəsi daxili enerjinin artmasına yolundur? Və bu düsturdur elə. 2-də 3 PV düsturu. P var, V var. BC hissəsinə baxsaq, B-dən C-yə həcm artır. Həcm artırsa daxili enerji artır. B-dən C-yə qrafik oxu sağa gedir. Həcm artır. Həcm artırsa daxili enerji artır. Bir də hansında olacaq? Elə cavab belə BC-də bir dənə lazımdır bizə. Və B-dən C-yə təzyiq sabitdir, izobar prosesdir. Həcm artır, qraf oxu sağa doğru gedir. Aşağıdakı qiymətin qiyməti artır. Həcm artırsa təzyiqin sabit qiymətində onda daxili enerji də artmış olur. Cavabımız olur 22-ci sualda D variantı. Azalmanın source sürəti azalma DA olacaqdır. DA hissəsində azalır. Çünki həcm azalır. Həcm azalırsa daxili enerji də burada azalır. 25-də isə səndən soruşur, izoxor soyumağı tap. İzoxor prosesdə həcm nədir? Sabit. Soyubsa temperatur nədir? Azalıb. Onda temperatur azalırsa daxili enerji də azalır da deməli. Biz dedik ki, temperatur necə dəyişir? Daxili enerji də dəyişir. Temperatur azalır, soyur, daxili enerji də azalır. Daxili enerjinin azaldığı hissələr 3-dən 4-dədir elə. 3-dən 4-ə daxili enerji azalır. Bu qiymət azalır, onun qiyməti azalır 3-dən 4-ə və həcm sabit olduğu üçün sıxlıq da dəyişmir. Biz demişdik ki, izoxor prosesdə həcm sabitdir, sıxlıq sabitdir, bir də hansı kəmət sabit idi? Konsentrasiya sabit idi. Bu 3 dənə kəmət sabit idi. Ona görə burada izoxor soyumanı 3-dən 4-ə götürürük. Yəni cavabımız olur 25-ci sualda D variantı. Ümumiyyətlə izoprosesləri bilməyən yoldaşlar üçün bu mövzu çox çətin olacaq. Çox çətin olan şeydir. İzoprosesləri bilmək lazımdır ki, buradan çıxasan. İzobar var, izoxor var, izotermik var. Hamısı izoproseslərdir. Əgər sən izoproseslər bilmirsənsə, bu mövzu necə işləyəcəksən, o da maraqlı suallardan biridir. Ardıcıllıqdır bu, ardıcıllıq. İzoproseslər getdisə, bu mövzu da getdi. Səhifənin sonuncu sualı 27. Sənə deyir ki, verilmiş kütlədə qazın izotermik genişlənməsi zamanı daxili enerjisi və sıxlığı necə dəyişər? İzotermik deyir. İzotermikdə demişdik ki, temperatur sabitdir və kütlə də sabit olduğu üçün daxili enerji sabit qalır. İzotermik prosesdə daxili enerji dəyişmir. Yəni U bərabər düstur nə idi? 2-də 3 nü RT. Temperatur sabitdir, daxili enerji sabitdir. Genişlənibsə nə olub? Həcmi artıb. Genişlənib həcmi artıb. Onda həcmdən tərs mütənasib olan sıxlıq azalır. Sıxlıq rho həcmdən tərs mütənasibdir. Həcm artdığı üçün, genişləndiyi üçün həcm artır, onda sıxlıq azalır. Dəyişməz azalar 22-ci sualın cavabı olar B variantı. Bu da bu səhifənin sonuncu sualı idi. Sual varsa verilə bilər təbii ki. Və keçəcək indi növbəti səhifəmizə.
Keçirin növbəti səhifəmizə. Nə işarəsidir? Bu qeyri-adi işarə kimdir? Bombadır. Nədir bu işarə? Öz adınızı yazın. Sonra valideyn qrupuna yazanda deyirsiniz ki, mən qoşulmuşdum. Mən nə bilim sən kimsən orada. Mandalinadır. Mandalin. O mandalin mən nəsə bombaya oxşatdım onu. Deməli 28. Verilmiş tedavü qaz bir haldan iki halına keçəndə onun həcmi və daxili enerjisi necə dəyişər? Burada mən görürəm ki, birdən ikiyə həm təzyiq artıb, həm də temperatur artıb. Yəni birdən ikiyə hər iki qəmətin qiyməti artıb. Düz mütəmsil hər ikisi artıb. Oxun istiqaməti yuxarıdır. Təzyiqlə temperatur nə zaman düz mütənasibdir? Üçüncü kəmiyyət həcm sabit qaldıqda. Yəni bu izoxor prosesdir. Həcmi sabit qalır. Yaxşı, daxili enerji dəyişər, avtomatik temperatur artdığı üçün daxili enerji artar. Deməli cavabımız olacaq. Daxili enerji artar, həcm sabit qalar. 28 sualın cavabı Y variantı. Avtomatik götür. Temperatur artırsa artır, azalırsa azalır, sabit qalsa sabit qalır. Təbii ki, kütləni veribsə, yəni kütlə sabitdirsə bu dediyim doğrudur. 29-da isə sənə deyir ki, qaz bir andan iki ana keçdikdə təzyiq necə dəyişər? Burada da mən görürəm ki, bir andan iki ana keçdikdə həcm V0-dan gəlir 3V0-a. Həcm 3 dəfə artır. Həcm 3 dəfə artır və birdən ikiyə daxili enerji dəyişmir. Daxili enerji nə zaman dəyişmirdi? İzotermik prosesdə. İzotermik prosesdə temperatur sabit olduqda təzyiqlə həcm tərs münasibdir. Ona görə də həcm 3 dəfə artdığı üçün təzyiq 3 dəfə azalacaq. Cavabımız olacaq bu sualda 29-da D variantı. Çox uzun hər biri fərqli-fərqli sualdır, keçmək olmur. 30-da misal üçün deyir ki, izoxor soyuma. İzoxordur, həcm sabitdir. Soyuyursa temperatur azalır. Temperatur azalırsa təbii ki, daxili enerjisi azalacaq. O cibdə. Və başqa təzyiq necə dəyişər? Temperatur azalırsa təzyiq də azalır. Çünki həcm sabit olduqda temperaturla təzyiq düz mütənasibdir izoxor prosesdə. Hər ikisi azaldı, temperatur azaldı, təzyiq azaldı, onda daxili enerjisi də azalır. Deməli, hər ikisi azalar. Yəni cavabımız olacaq bu sualda B variantı. Bir nəfər getdi, xoş getdi. Daha sonra 31 bayaq 28-də oxşatdıq. 32. Burada nə olacaq? Buna baxaq. Sənə deyir ki, izotermik sıxılma və izobar soyuma oxşarlıqlar, uyğunluqlar, eyniliklər. İzotermik prosesdə temperatur sabitdir. Sıxılıbsa həcmi azalıb. İzobar prosesdə təzyiq sabitdir. Soyubsa temperatur azalıb. Aha. Burada temperatur sabit olduqda həcm azalıbsa təzyiq nə olurdu? Artırdı. Təzyiqlə temperatur tərs münasibidir. Burada təzyiq sabit olduqda temperaturla həcm düz mütənasibidir. Həcm azalır, temperatur azalır. İndi sənə deyir ki, qazın həcmi azalır hər ikisində. Sıxılmada, soyumada təzyiq həcm azalır. Qazın sıxılığı artır. Hər ikisində həcm azaldığı üçün hər ikisində sıxlıq artır. Çünki sıxlıq həcmdən tərs münasibdir. Hər ikisində həcm azaldığı üçün sıxlıq artır. Yəni bu hər ikisinə aiddir. 1 2. Sonra qazın temperaturu sabit qalır izotermik prosesdə. İzotermikdə temperatur sabitdir.
Qazın daxili hissə təbii ki, yenə temperatur sabit olduğu üçün daxili enerji də sabit olur və təzyiq qüvvəsi sabitdir izobarda. Bunu mən keçən dərs dedim. Təzyiq qüvvəsi təzyiq vurulsun sahədir. Təzyiq mövzusundan. Təzyiq qüvvəsi təzyiq vurulsun sahədir. İzobar prosesdə təzyiq sabitdir. Burada ideal qazda sahə də burada sabit olur. Onda deməli, hər ikisi sabitdirsə, qüvvə də deməli sabitdir. Bu da izobar soymaya, izobar prosesə aiddir. Variantı da yəqin ki, yuxarıda verib. Oturuşda səndən hansı prosesdə qazın daxilisinin azaldığını istəyir. Nə zaman qazın daxilisi azalırdı? U bərabər 2-3 PV düstununa baxsaq, bizə təzyiq var burada. Bu düstundan geçsək. Burada həcm sabit olduqda təzyiq azalırsa, daxili enerji azalır. Həcm sabit olduqda təzyiq azalırsa, daxili enerji azalır. Həcm sabitdirsə, konsentrasiya da sabitdir. Sıxlıq da sabitdir. Yəni, bu Zohar prosesdə bu üç sabit idi. Konsentrasiyanın sabit olduğu, təzyiqin azaldığı hissə yoxdur. Deməli, bu tema deyil. Bu getdi. Başqa nə zaman ola bilər? Bir də yenə bu düstur. U bərabər 2-də 3 PV. Həcm sabitdirsə, daha doğrusu həcm sabit dedikdə, təzyiq sabitdirsə, həcm azalırsa, daxil enerjisi azalır. Təzyiq sabitdirsə, həcm azalırsa, daxil enerjisi azalır. Və həcm azalırsa, deməli, avtomatik konsentrasiya artır. Çünki konsentrasiya ilə həcm tərs mütənasib kəmiyyətlərdir. Onda deməli, burada konsentrasiya artmalı, təzyiq sabit qalmalı. Təzyiqin sabit qaldığı hissələr 1,5, bir də 1,2-dir. Konsentrasiya artdığı hissə 1,2-dir. 1-dən 2-yə təzyiq sabitdir. Konsentrasiya ox istiqaməti sağa doğru getdiyi üçün aşağıdakı kəmiyyatin qiyməti artır. Konsentrasiya artır. Cavabımız olacaq 33-cü sualda B variantı. Daha sonra yoldaşlar, maşallah, hamısı fərqli. 34-də səndən soruşur hansı kəmiyyətdən qiymətləri eynidir. P ilə T düz mütənasibdirsə, həcm sabit. Təzyiqlə temperatur düz mütənasibdirsə, izoxor prosesdə həcm sabit. Həcm sabitdirsə, sıxlıq da sabitdir, konsentrasiya da sabitdir. Üçü də sabitdir. Sıxlıq, konsentrasiya. Cavabımız olacaq burada 1-dən 4. Bu qiymətlər dəyişmir, sabitdirlər. 34-də cavabımız olur A variantı. Gəldi bu suallara. Bundan növbəti də var, onu deyərəm elə. Növbətilərdə var ondan 2-3 dənə də. 36-ya baxsaq, sənə deyir ki, kinetik enerjinin təzyiqdən asılı qrafiki vermişəm. Sən daxili enerjinin təzyiqindən asılı qrafikini qur. Mən görürəm ki, 1-2-də kinetik enerji sabitdir. Kinetik enerji sabitdirsə, temperatur da sabitdir. Orta kvadrat sürət də sabitdir. Daxili enerji də sabitdir. Yəni, bu 4 dənə kəmiyyət sabit olur. Yəni, izotermik prosesdir bu. Kütlədə qağda sabit olur da. İzotermik prosesdir. İzotermik prosesdə kütlənin sabit qiymətində temperatur sabit olduqda bu 3 dənə kəmiyyət də sabit olur. İzotermik proses. İndi deməli, daxili enerji sabitdir. Yəni, ya B-dir, ya da C-dir. Mən deyirəm ki, ox istiqaməti sağadır. Yəni, aşağıda kəmiyyət P artır. P artırsa, V azalır. İzotermik prosesdə təzyiqlə həcm tərs mütənasib kəmiyyətləridir. P ilə V. Ona görə də həcmin azaldığı hissəni götürəcəm. Cavablarda cavabımız olacaq C variantı. Daxili enerji dəyişmir. Olduğu qiymətdə qalıb. Qrafik oxu sola doğru getdiyi üçün aşağıda kəmiyyatin qiyməti azalmış olur. Bu sualda deməli cavab oldu C.
Sonra növbəti səhifəmizdən desək, davam eləsək, 37 oxşar sualdır. 839-dan demişdim ki, birini deyəcəm. 40-dan da, 41-dən də. Yəni 41 deyim elə. Çox iyi batmayaq. Adı qaçmazsın. Deməli, sənə deyir ki, izobar sıxılma. Bir dəqiqə, üzülürsən. Hə, davam eləyək. İzobar sıxmada qazın daxil işləri hansı ifadə ilə müəyyən edilir? Ömər, saat 19:30-da gəlirsən sabah. Deməli, buradan izobar sıxılma, izobar proses təzyiq sabitdir. Sıxılıbsa həcmi nə olub? Azalıb. Sıxılmada həcm azalır. İndi təzyiqin sabit qaldığı, həcmin azaldığı hissəyə baxırıq indi uşaqlar. Təzyiq sabitdir. Yəni 1, 2, bir də hansı hissədə 3, 4 idi. Bu proseslərdə təzyiq sabitdir. Təzyiqin qiyməti 3, 4-də P0-da qalır. 1, 2-də 3 P0-da qalır. İndi sənə deyir ki, qazın daxil işinin dəyişməsi hansı ifadən müəyyən olunur? Deməli, biz dedik ki, izobar sıxılma hansı hissələrdir? 3, 4 hissəsi. 3, 4 hissəsində təzyiq sabitdir. Sıxılıbsa həcmi azalır. Deməli, 3, 4 hissəsinə baxırıq. Izobar prosesdə təzyiq sabitdir. Sıxılıbsa həcmi azalır. Yəni 3, 4. İndi daxil işin dəyişməsi delta bərabər 2D3. İzobar prosesdir. P sıxılıb həcm dəyişir. Delta V. Üstür belə olur. 2D3 P delta V. Yəni 2D3 təzyiqin qiyməti P0-dır. Həcmin dəyişməsi 3V0-dan gəlib nəyə? V0-a. Yəni son qiymətdən 3V0-dan çıxıram. Başlanğıc qiyməti V0-a. Bu nə edir? 2D3 P0 vur 2V0. Yəni olacaq bir dəqiqə burada gələn səhv yazdıq. Ömər sağ olsun çaşdırdı. Deməli, son qiymətdən V0-dan çıxıram 3V0-ı. Son qiymət burada V0-dır. Bu da 3V0-dır. Olacaq nə? 2D3 P0 vur mənfi 2V0. Bu bizə verəcək. 2-lər getdi, qaldı mənfi 6 P0. Deməli, bir dəqiqə. Hadi 2D3 P0. Aha. 2-lər getdi, 6-nı yazıram ki. 3 P0 V0. Cavabımız olacaq 41-də B variantı. Hə, izobar sıxılma hissəsi tapmalıyam. Təzyiq sabitdir və həcm azalır. Sıxılır, həcmi azalır 3-dən 4-ə. Təzyiq sabitdir, P0-da qalıb, həcm də 3V0-dan gəlib V0-a. Təzyiqin qiyməti P0-dır, həcm dəyişməsi də V0-dan 3V0-dır. Çıxanda olur mənfi 2V0 olacaq 3 mənfi 3 P0 V0.
Sonra çıxışda sənə deyəcək verilmiş təbiət müdəri qazanın Pro diaqramında təsvir olunmuş hallarına uyğun daxil arasında hansı münasibət doğrudur? Aha. İnşallah burada yenə gedək. Bu təzə sual oxşuyur. Deməli, bu bərabər belə gedək, belə gedək, belə gedək. P V. Burada hansı üstündən gedək? Bir üçə baxsaq, pilə-pilə gedək. Bir üçə baxaq. İndi bir üçdə uşaqlar, birdən üçə nə baş verir? Təzyiq sabitdir. Təzyiq sabitdir. Sıxlıq artır. Düzmü? Birdən üçə baxsaq, təzyiq sabitdir, sıxlıq artır. Onda həcm nə olur? Azalır. Sıxla həcm tərs müasibdir. Onda həcm azalırsa, nə baş verəcək? Daxil nə olacaq? Azalacaq. Bu bərabər 2-dir, PV düsturu. Təzyiq sabitdir, həcm azalır, onda daxil enerji azalır. Deməli, 1-3-də birdən üçə daxil enerji azalır. Yəni, 1-in daxil enerjisi 3-ün daxil enerjisindən böyükdür. Bu cibdə. Təşkil edirəm. Birdən üçə təzyiq sabitdir. Rho artır, sıxlıq artır. Sıxlıq artırsa, həcm azalır da konkret. Çünki sıxlıqla həcm tərs münasibdir. Onda həcm azalırsa 2-də öz PV düstunun əsasən daxil enerjisi azalır. Təzyiq sabit, həcm azalır, daxil enerjisi azalır. Onda 1-in daxil enerjisi daha böyükdür. 3-ün daxil enerjisi kiçikdir. Sonra 1-lə 2-yə baxsaq, 1-lə 2-yə baxsaq. 1-2-də 1-lə 2 müqayisə edəcək. 1-2-də isə nə baş verir? Hər ikisi artır 1-dən 2-yə. Həm təzyiq artır, həm də sıxlıq artır. Onda sıxlıq artırsa həcm azalır. Düzdürmü? Sıxlıq artırsa həcm azalır. Təzyiq artdı, həcm azaldı. Biri artıb digər azalanda temperatur sabit idi. Üçüncü kəmiyyət sabit idi. Deməli 1-lə 2-də temperatur dəyişmir, olduğu kimi qalır. Onda deməli 1-lə 2-də daxil enerjilər bərabər olmuş oldu. Bu da cibdə oldu. Onda 1-lə 2-də daxil enerji dəyişmir, bərabərdir. 3-də də daxil enerji kiçikdir, cavabımız olacaq nə? 43-də B variantı. Yox. Nə? 43-də 1-lə 2 A variantı. 43-də deməli cavabımız oldu A variantı. Belə, 43-də də A. Bunu da qeyd elədik. Xoş getdi.
Gəldik bu kolba suallarına 44-də. Bu suallar uşaqlar şeydə vardı. Dimin ən son sınavına da verilmişdi. Keçənki dim blok sınavında. Martda keçirilmişdi, orada verilmişdi. Orada 3 dənə verilmişdi. Daha doğrusu 2 dənə şəkil verilmişdi. Elə bu suallardan idi. Sənə deyir ki, içərisində qaz olan kolba maye manometri ilə birləşdirilir. Kolba su olan qaba salındıqdan sonra manometrin göstərişi dəyişir. Kolbadakı qaz üçün hansı ifadə doğrudur? Demək olar ki, əvvəlcə mən görürəm ki, səviyyələr burada nədir? Eynidir. Səviyyələr burada eynidir. Daha sonra, yəni burada səviyyələr eynidirsə, daxil olan atmosfer təzyiqi ilə qazın təzyiqi deməli bərabərdir. Biz bunu təzyiq mövzusunda demişdik ki, bu mayenin səviyyələri burada eyni olduqda, buradakı qazın təzyiqi ilə daxil olan atmosfer təzyiqi bərabər olur. Bu səviyyələr eyni olduqda. İndi yenə bura atmosfer təzyiqi daxil olur. Bu zaman mən görürəm ki, bu maye çölə doğru çıxır. Çölə doğru. Çölə doğru çıxırsa artıq qazın təzyiqi, yəni buradakı qazın təzyiqi atmosfer təzyiqindən çoxdur ki, bu mayeni çölə doğru sıxışdırıb çıxarır. Ya da çıxarmağa çalışır, deyək. Deməli, artıq bu qazın təzyiqi atmosfer təzyiqindən güc gəlir. Atmosfer təzyiqindən daha çoxdur. Çöldən gələn təzyiqdən daha çoxdur və bu mayeni çölə doğru atmağa çalışır. Onda demək, qazın təzyiqi çoxaldı. Atmosfer təzyiqi bildiyimiz qədərilə 100 kilopaskaldır və qiyməti dəyişmir də burada. Niyə dəyişsin ki, atmosfer təzyiqi? Çöldən gələn qaz təzyiqdir. Niyə dəyişsin qiyməti? Dəyişən burada qazın təzyiqi oldu. Qazın təzyiqi deməli ikinci halda artdı. Və qazın təzyiqi artıbsa deməli necə alır? Bu suala oxşar sual işləmişdik şeydir. Temperatur mövzusunda. İndi qazın təzyiqi artdı. Qazın təzyiqi nə zaman arta bilər? Temperatur artanda. İdeal qazın hal tənində daha doğrusu işləmişdik bu tənqid suallarda. Temperatur artdı ki, qazın təzyiqi artdı. Niyə qazın təzyiqi artdı? Temperatur artdı. PV bərabər nüvəti üstünə əsasən. Temperatur artında təzyiq artar. Temperatur artar ciddə. Sonra temperatur artırsa daxil enerji artar. 2-də 3 nüvəti. Temperatur artdı, daxil enerji artdı. Cavab B-dir burada. Yox, başqa bir cavab versəydi. Ortaq və sürət artar. Niyə? Çünki kök altında 3 RT bölünsün M. Temperatur artanda ortaq və sürət artır. Və yaxud ortaq kinetik enerji artır. 2-də 3 nüvəti. Temperatur artanda ortaq kinetik enerji artır. Yəni bu 4 dənə cəmiyyət. Temperatur, daxili enerji, ortaq və sürət, ortaq kinetik enerji. Bunlar deməli nə oldu burada? Artmış oldu. Bunlar artıbsa deməli təzyiq də burada artmış oldu. Cavabımız olur. 44-cü sualda deməli B variantı. Sonra bunu da dedik, bundan danışdıq. Bundan danışdıq. Daha sonra aha, bu sual. Bu da təzə sualdır. 45. Sənə deyir ki, verilmiş ideal qazın halının dəyişməsi TV diaqramında verilmişdir. A halında qazın daxilisi 200-dürsə, B və C halında daxilici nəyə bərabərdir? Əvvəlcə daxilicisi deməli nə oldu? 200 oldu. A halında. Sonra görürəm ki, A-dan B-yə nə baş verdi? A-dan B-yə hər bölgü deməli eynidir deyir. Buna belə deyək də. Buna deyək 1, 2, 3, 4, 5 deyək. Buna da 1, 2, 3, 4 deyək. A-dan B-yə mən görürəm ki, həcm sabitdir. Daxil enerji 2-dən 4-ə. Yəni temperatur 2-dən 4-ə gəlib. Yəni temperatur 2 dəfə artıb. Temperatur 2 dəfə artıbsa, daxil enerji 2 dəfə artıb da. Düzdürmü? A-dan B-yə temperatur 2 dəfə artdı, 2-dən 4-ə gəldi. Onda daxil enerji də 2 dəfə artır. Olur nə? 400. 400 oldu. Əvvəl 200 idi, indi oldu 400. Düzdürmü? Cavabımız çıxdı Y variantı. C halına baxanda artıq B-dən C-yə keçir. B-dən C-yə mən görürəm ki,
Temperatur necə dəyişdi? 4-dən gəldi temperatur 1-ə. Temperatur 4-dən gəldi 1-ə. Yəni temperatur 4 dəfə azaldı. Temperatur 4 dəfə azalırsa, daxil enerji 4 dəfə azalır. Onda deməli 400 idi. 400 böldük 4-də neçə oldu? 100 oldu. Deməli, daxil enerji qiyməti cavabında 100 oldu. Burada ancaq temperaturun dəyişməsilə getdim elə. Temperatur necə dəyişirsə, daxil enerji də elə dəyişir də. 2-dən 4-ə gəldi. Deməli, daxil enerji 2 dəfə artdı, temperatur 2 dəfə artdığı üçün. Əvvəl 200 idi, oldu 400. Sonra 4-dən düşdü 1-ə. 4 dəfə azaldı temperatur. 4 dəfə azaldı temperatur, daxil enerji deməli 4 dəfə azaldı. 400 böldük 4-ə oldu 100. Burada ancaq temperaturun dəyişməsilə getdim elə. Ən rahatı. Temperatur necə dəyişirsə, daxil enerji də elə dəyişmiş olur. Növbəti səhifə, bu daxil enerjinin son səhifəsidir bu. Sənə deyir, izobar qızma zamanı qazının nəyi dəyişir, nəyi dəyişmir. İzobar soyumada nəyi dəyişir, nəyi. İzobar soyumada nə baş verir? İzobar qızmada nə baş verir? Qızmada temperatur artır, soyunmada azalır da. Və qızmada temperatur artırsa, daxil enerji artır. Soyumada temperatur azalırsa, daxil enerjisi azalır. Və qızanda genişlənir, sıxlığı azalır, həcmi artır, sıxlığı azalır. Soyuyanda həcmi azalır, sıxlığı artır. Qızanda genişlənir, maddələr istər genişlənir, soyuqdan sıxılır. İzobar qızmada həcmi artır, sıxlığı azalır. İzobar soyumada həcmi azalır, sıxlığı artır. Soyuyanda temperatur azalır, daxil enerjisi azalır. Qızanda temperatur artır, daxil enerjisi artır. 52. Bu sual. Sənin daxil enerjisi neçə dəfə azalır? Mən görürəm ki, təzyiq 30-dan düşdü 15-ə. Təzyiq 2 dəfə azaldı. Həcm 10-8-dən düşdü 12-yə. Həcm 4 dəfə azaldı. Daxil enerjinin düsturu 2-də 3 P Wade. Yəni, təzyiq 2 dəfə azaldısa, daxil enerji də 2 dəfə azalır. Həcm 4 dəfə azaldısa, daxil enerji də 4 dəfə azalır. Onda ümumi nə qədər azalır? Ümumi 2 vur 4, yəni 8 dəfə azalmış olur. Təzyiq 2 dəfə azaldı, həcm 4 dəfə azaldı. Onda ümumi hasil 8 dəfə azalmış olur. Deməli, daxil enerji də yenə 8 dəfə azalmış olur. Son buradakı daxil enerji sualları, seçmə suallardır burada. Qrafiklər verib sənə deyir bunlar necə dəyişər. Məsələn, 55-dən baxsaq, 55-ə. Hamısını qeyd eləsə 55-də. Elə ən rahatı temperatur necə dəyişməklə bax da elə. B-də temperatur artır. Qrafik oxu sağa doğru gedir. Onda daxil enerji artacaq. C-də temperatur artır. Daxil enerji artacaq. C ilə B-də temperatur artır. D-də temperatur azalır. Qrafik sola doğru gedir. Aşağıda kəmətin qiyməti azalır. Onda daxil enerjisi azalacaq. Y-də də həmçinin qrafik sola doğru gedir. Temperatur azalacaq. Daxil enerjisi azalacaq. A-da temperatur olduğu kimi qalır. Bu nöqtədə qalır temperatur. Aşağıda kəmətin qiyməti dəyişmir. Onda temperatur dəyişmədiyi üçün daxil enerji də dəyişməz. Yəni temperatur necə dəyişirsə, daxil enerji ilə dəyişir. B ilə C-də qrafik oxu sağa doğru getdiyi üçün temperatur artır, daxil enerji artır. D ilə Y-də qrafik oxu sola doğru getdiyi üçün temperatur azalır, daxil enerjisi azalır. A-da isə nə baş verir? A-da isə temperatur dəyişmədiyi üçün daxil enerjisi dəyişmir. Bu bizim daxil enerji mövzunun sualları idi. Biraz fasilə çıxmırsınız, link atmayacaq. Mən çay üçün gəlirəm, keçirik termometr işə.
Hə yoldaşlar, keçən indi işə. Hə, işdə isə düsturlar, daxili düsturlarını bilirsənsə, işdəki düsturlar onsuz onun 2D3 kəsr formasıdır. Yəni daxil işin düsturu 2D3 near T idi. İşdə 2D3 getdi, oldu near delta T. Daxili işin düsturu 2D3 PV idi. İşdə 2D3-ü kəsr getsin olur P delta V. Yəni bu iki düsturdan əsas istifadə edilir. Niyə delta T bir də P delta V düsturundan istifadə edilir və iş də yenə nə ilə ölçülür? Vahidi jouldur. Və uşaqlar, A-lıq nədir? A nədir? A-lıq qazın gördüyü işdir. A isə xarici qüvvənin gördüyü işdir. Yəni sistemin qazın gördüyü iş A-lıqdır. Xarici qüvvənin qaz üzərində gördüyü iş isə A-dır. Bir-birindən əks istiqamətcə fərqləndikləri üçün əks işarə ilə fərqlənirlər. Əks istiqamət olduğu üçün əks işarə olurlar. Yəni qazın işi müsbət olduqda xarici qüvvənin gördüyü iş mənfidir. Qazın işi mənfi olduqda xarici qüvvənin gördüyü iş müsbət idi. Və qazın həcmi artırsa, qazın gördüyü iş müsbət olur, xarici qüvvənin gördüyü iş mənfi olurdu. Qazın həcmi azalırsa, qazın gördüyü iş mənfi olurdu, xarici qüvvənin gördüyü iş müsbət olurdu. Və həcm dəyişmirsə, qaz və yaxud xarici qüvvə iş görmür. Yəni iş yoxdur. Qazın iş görməsi üçün və xarici qüvvənin qaz üzərində iş görməsi üçün həcm dəyişməlidir. Qazın həcmi dəyişmirsə, burada işdən söhbət açılmır. Və işin üstü dedik ki, P delta V-dir. Təzyiq ölçülür manometrlə, həcm ölçülür burada xəttkeşlə. Çünki V bərabər burada S vur H-dır. Oturacağın sahəsi vurulsun hündürlük. Və bunları da sahə ilə hündürlüyü mən nə ilə ölçürəm? Xəttkeşlə ölçürəm. Xəttkeş və manometrin köməyi ilə mən işin qiymətini ölçə bilərəm. İkisinin köməyi ilə. İndi bunun suallarına baxsaq, nə oluyor çıxan-çıxana? 3-dən başlayacaq elə. 3-4 elə 2-dən sual oxşardı. Sənə deyir ki, maddə miqdarı var. 2, temperatur dəyişməsi 50, R də 8. Düsturumuz, yəni işin düsturu nə oldu? Nü R delta T. Yəni nü 2, R 8, delta T 50. Bu da bizə nə verəcək? Təbii ki, 500. 2 vur 8 daha yox, nə 500-ə? 16 vurulsun 50. Bu da bizə nə verəcək? Neçə verir bu? 800 verir. Bunu da kilocuğa çevirəndə minə bölürdük olur nə? Onda 8 kilocu. Ya da elə 50-ni vururam 2-yə 100, 100-ü vururam 8-ə 800. Minə böləndə olur onda 8 kilocu. Yəni cavabımız var bu sualda B variantı. Yəni işdə ən rahatı hamısını bir-birinə vurdum. Niyə delta T üstündən istifadə edim? Qiymətlərin hamısını bir-birinə vurmuş oldum. 4-də də həm burada isə A' nə hansı üstündən gedəcək? Təzyiq var, həcm var, P delta V ilə. Təzyiqin qiyməti 50-dir. Həcmin dəyişməsi 1.5 1.5-dən gəlir 2.8-ə. Dəyişməsini yazıram. 2.8 çıxılsın 1.5. Bu da nə deyir bizə? 50 vurulsun 2.8-dən 1.5-i çıxanda 1.3. 65 eləyir də. Cavabımız var 4-cü sualda A variantı. Burada da P delta V üstündən istifadə edib.
Həcm dəyişməsini vurdum təzyiq. Sonra növbəti səhvəmizdə məsəl üçün 809-da sənə deyir ki, hansı prosesdə xarici qüvvələr müsbət iş görür? Xarici qüvvələr müsbət iş görürsə, deməli qazın həcmi azalır. Xarici qüvvə qaz üzərində müsbət iş görərək onun həcmini azaldır. Həcmin azaldığı hissələr D variantı. İzobar soyuma. İzobar soyumada izobar prosesdə təzyiq sabitdir. Soyubsa temperatur azalır. Temperatur azalıbsa həcm azalır. İzoxoru götürənmək onsuz da. İzoxorda həcm sabit olduğu üçün iş yoxdur ümumiyyətlə. 9-da isə deyir ki, hansı prosesdə qaz mənfi iş görür? Bu da eyni şeydir. Qaz mənfi iş görməsi o deməkdir ki, xarici qüvvə müsbət iş görür və qaza sıxır. Yəni eyni cavab olacaq izobar soyuma. Hansı prosesdə qaz özü müsbət iş görər? Qaz müsbət iş görürsə genişlənir. Yəni həcmi artır. İzoxor onsuz olmur, həcm dəyişmir. Qaldı burada E variantı, izobar qızma. İzobar qızmada temperatur artanda həcm artır. Burada qaz müsbət iş görür. Bayaq qeyd elədik, işi mən xəttkeş və manometr köməyi ilə tapa bilərəm. Cavabımız olacaq 12-ci sualda A variantı. 13. Sənə deyir ki, hansı hissədə xarici qüvvə müsbət iş görür? Xarici qüvvə müsbət iş görürsə, deməli qaz özü mənfi iş görür. Yəni həcmi azalır. Müəllim, B-lərdən 2 nəfər var. Hə? B qrupundan 2 nəfər var. İndi mən də özüm də sayıram da. Onsuz atıram da kim qoşur, kim qoşur. Yenə atacağım. 56, 3 56. nəfər. İndi burada qaz müsbət iş görür, deməli həcmi azalır. Xarici qüvvə daha doğrusu müsbət iş görür, həcmi azalır. Həcmin azaldığı hissə hansı hissədir? Həcm azalırsa DA. D-dən A-ya təzyiq sabitdir. D-dən A-ya. Temperatur azalır D-dən A-ya. Temperatur azalırsa həcm də azalır. İzobar prosesdə temperatur azalanda həcm də azalır. Ona görə cavabımız olacaq bu sualda C variantı. D-dən A-ya izobar prosesdə temperatur azalırsa həcm azalır. Həcm azaldığı üçün xarici qüvvə müsbət iş görür. Qaz özü mənfi iş görür. 13-də C. Kef edin. Kim var, kim yoxsa nəyinizə lazımdır? Takılmayın. Hamısını qeyd edirik onsuz da. 15-də sənə deyir ki, xarici qüvvələr qaz üzərində müsbət iş görür. Xarici qüvvə müsbət iş görür. Xarici qüvvə. Deməli, qaz sıxılır. Xarici qüvvə müsbət iş görür. Qazın özü mənfi iş görür. Həcmi azalır. Həcm azalan hissə 3-dən 4-ə. 3-dən 4-ə qraf oxu sola doğru getdiyi üçün həcm azalır. 15-də cavabımız olur C variantı. Gələk bu 16-cı suala. Orada deyir qaz iş görmür ümumiyyətlə. 16 və 17. 17. Qaz nə zaman iş görməz? Həcm sabit olduqda, izoxor prosesdə. İzoxor prosesdə təzyiqlə temperatur düz mütənasibdir. Təzyiqlə temperatur düz mütənasib olduğu hissələr A-dan B-yə, bir də C-dən D-yə. AB və CD hissələrində deməli nə oldu? Qaz iş görmədi. Ya da Mənim neçə sualdır bu? hə? Neçə sualdır? 42. Daha sonra məsələ 50 gəlir 18. Sənə deyir ki, izobar genişlənmə zamanı 2 mol ideal qazın həcmi 4 dəfə artmış. Aha.
Deməli, izobardır, təzyiq sabitdir. Genişlənib həcmi artıb. Maddə miqdarı 2 moldur. Həcmi 4 dəfə artdı. Həcm 4 dəfə artırsa, temperatur deməli 4 dəfə artır da. İzobar prosesdə həcmlə temperatur düz münasibdir. Həcm 4 dəfə artırsa, temperatur 4 dəfə artar. Başlanğıcda sənin temperaturun 27 selsi, yəni 300 Kelvindir. 4 dəfə artdı neçə oldu? 4 vur 300, 1200 Kelvin. İndi səndən qazın görünüşü soruşur. Açıq bərabərdir nü R delta T üstündən geçsək işi tapmaq üçün. Nü 2, R 8, delta T 1200 çıxılsın 300. Temperatur dəyişməsi deməli 900-dür. Yəni burada 16-nı vururam 900-ə. Bu da bizə nə verəcək? 14400 verir. Bunu da kiloya çevirəndə minə bölürəm olur 14,4 kilojol. Cavabımız olur. Bu sualda 18-də B variantı. On dokuzda cavab sıfırdır. Niyə? Çünki 19-da 1-dən 2-yə təzyiq 2 dəfə artır. 30-dan gəlir 60-a. Temperatur 2 dəfə artır. 150-dən gəlir 300-ə. Təzyiqlə temperatur düz mütasib olduqda üçüncü kəmiyyət həcm sabitdir. Və həcm sabit olduqda biz demişdik ki, iş yoxdur. İzoxor proseslərdə iş görülmür, işin qiyməti sıfıra bərabərdir. Daha sonra 21. Burada da yenə burada nə deyir bizə? Deyir ki, ideal qaz 1 anla 2 anla keçəndə gördüyü işi hesabla. Deməli, burada uşaqlar nə edirdik? Əslində PV qrafikində qrafikin altında qalan fiqurun sahəsi mənə verir işi. Əslində hasil olduğu üçün düstur P delta V. Biz fiqurun sahəsinə gedirik. PV asılılığında qrafikin altında qalan fiqurun sahəsi mənə verir işi. Burada amma onsuz da elə fiqur elə bizim düsturumuzdan gedəcək elə. P delta V ilə düz gedir qiymət. Yəni P'si 3'dür, delta V'si 2'dən altdan gedib 2'yə. Sondan başı çıxıram. 2'dən çıxıram altını. Olur nə? 3 vurulsun. -4, -12. Yəni Y variantı. Düzbağıdır. Yəni tərəfləri bir-birinə vuram. 3'ü vuram 4'ə olur 12. Yəni düzsünlə gedir onsuz da bu. Düz bucaqlı olduqda elə düzsündən gedərsən. Bir də 22-də fikir vermək lazımdır ki, buna çox fikir vermək lazımdır. Burada da cavab -12-dir. Amma səndən istədiyi xarici qüvvənin gördüyü işdir. Xarici qüvvənin gördüyü işi tapanda onda müsbət 12 olacaq. Deməli, buna fikir vermək lazımdır. Sən mənfi qiymət tapacaqsan, qazın gördüyü iş mənfidir. Çünki həcmi azalır. 6-dan gəlir 2-yə. Qazın həcmi azaldığı üçün qazın gördüyü iş mənfidir. Amma xarici qüvvənin gördüyü iş müsbət olacaq. Müsbət iş olacaq. Çünki həcm azalırsa xarici qüvvə müsbət iş görür. Ona fikir vermək lazımdır. O da çaşdıra bilər. Bir də çaşıran məqamlardan biri 24. 23-24. Qaz iş görmürsə yenə həcm sabitdir.
Qaz iş görmür və ya xarici qüvvə iş görmür. Sadəcə burada CD-ni götürmürsən. CD düz mütənasib demək deyil. Yəni düz mütənasib olması üçün sıfıra getməlidir xətt. Sıfırdan çıxmalıdır xətt. Burada sıfırdan çıxan, sıfıra gedən ancaq AB olduğu üçün biz burada yalnız AB-ni götürürük. AB hissəsində təzyiq artır, temperatur artır, düz mütənasib. Onda həcm sabitdir, dəyişmir, iş də görünmür. Buna fikir etmək lazımdır. CD hissəsi sıfıra doğru getmir. Buna görə də CD-ni götürmürəm mən burada. Sonra burada fərqli suallardan 29-da deyir ki, istilik miqdarı söhbətə gəlir burada. İstilik miqdarı növbəti dərs aiddir. Orada istilik miqdarı 2 dəfə azalırsa, onda qazın görücü işləyiniz dəyişir. O da 2 dəfə azalacaq. Yəni istilik miqdarı 2 dəfə azalırsa, iş də 2 dəfə azalar. Çünki istilik miqdarının düsturu delta U plus H-dir. Q bərabər delta U plus H-dir. Termodinamikın birinci qanunu. İzotermik prosesdə delta U sıfırdır. Onda Q ilə H-lığa bərabər olur. Və Q 2 dəfə azalanda iş də 2 dəfə azalır. 30-da da həmçinin istilik miqdarı 2 dəfə artırsa, iş də 2 dəfə artar. Termodinamikanın birinci qanunu Q bərabərdir delta U plus H-dir. Burada izotermik proses olduğu üçün daxili dəyişmir. Temperatur sabitdir, daxili sabitdir, daxili dəyişmir. Ona görə istilik miqdarı ilə işə bərabər olur. İstilik miqdarı necə dəyişirsə, iş də elə dəyişir. Gəldi əsas məsələlərdən 31-ci sual, 32-ci sual. Bunlar bizim fiqur suallarımız. Bunlar çox vacib suallarımız. Biz dedik ki, PV asılılığında qrafikin altında qalan fiqurun sayısı mənə verir 2. Burada 1-dən 2-yə bu qrafikin altında qalan fiqur budur. Trapesiya. Bu fiqurun sayısı tapdıqda yan trapesiya. Oturacaqların cəmi bölünsün 2 vurulsun hündürlük. Yəni buradan bura 3-dür. Buradan bura 7-dir. Bölü 2 vur hündürlük də budur. Burada hündürlüyə fikir versək 6-dan 2-yə gəlir. Başlanğıc 6, sonda 2. Onda 2-dən çıxıram 6-nı. Sondan başa çıxıram. Bu bizə verir 10 bölü 2, 5. 5 vur mənfi 4 olur nə? Mənfi 20. Yəni cavabımız olur 31-ci sualda C variantı. Həcm azaldığı üçün qaz mənfi iş görür. Həcmi 6-dan 2-yə gəlir. Həcm azaldığı üçün qaz mənfi iş görür. 32-də isə yenə fiqurdur. Bu fiqurdur da bu. Yenə trapesiya. Burada müsbət iş görəcək, həcm artır. Bir oturacaq budur. Yəni 0-dan 6-ya gəlir. 6. Bir oturacaq budur. 0-dan 8-ə qalxır. 8 bölü 2 vur. Hündürlük də budur. 2-dən 6-ya gəlir. 4. 6-da çıx 2, 4. 14 bölü 2, 7, 7 vur 4, 28. Deməli, mənim işim 28 kilojoulla bərabərdir. 32 deməli nə oldu? D oldu. 28 kilojoule. Daha sonra kim nə yazdı? 3 dənə mesaj nə idi o? Bəli, Elcan, sahəni tapırıq. PV asılığında qrafikin altına qalan fiqurun sayısını tapırıq. 2 tapmaq üçün. 33, 34.
34. Ədəyə 33. Bunları bir atacağım gedəcəklə. 30-da sənə deyir ki, qadın gördüyü şey hesabla. Bax, 1-2-yə baxanda, 1-2-yə baxanda, işi tapanda tapmırsan sıfırdır. Niyə? Çünki həcm dəyişmir. 1-2-də həcm sabitdir, dəyişmir. Bunda deməli iş yoxdur. 3-dən 4-də də həcm eynidir, iş yoxdur. Onda demək 1-2 ilə 3-4-ü apar getsin. Qaldı 2-3. 2-3-də işi tapsa, açdıq bərabər P delta V. Təzyiqi 2P sıfırdır. Həcm dəyişməsi 2V sıfırdan gəlir 3V sıfıra. Yəni 3V sıfırdan çıxıram 2V sıfıra. Olur nə? 2P sıfır vurulsun V sıfır. Yəni cavabımız olur. Bu sualda 33-də A variantı. Bir 2-də və 3-4-də həcm dəyişmədiyi üçün iş yoxdur. 2-3-də baxıram ki, P delta V ilə gedirəm. Təzyiqi 2P sıfırdır. Həcm dəyişməsi də V sıfırdır. Vuranda olur 2P sıfır V sıfır. Yəni A. Gəldik bu 38-39-a, 36-37 daha doğrusu. Burada yenə fiqurun sahəsini tapırıq. Uşaqlar, fiqurun sahəsini işi tapmaq üçün. Fiqurun sahələrinə baxsaq, fiqurun sahələrini tapıb bölürük. Bax, birinci fiqur nədir? Bax bu. Bu fiqurun sahəsini tapsaq, bu fiquru. A1 bərabər deməli nə oldu? Düzbucağı üçbucaqda bir tərəfi 1-dən üstə gəlib 2-dir. Digər kateti 1-dən 4-ə 3-dür. Böl 2-yə. Oturacaqlar şeydə katetdən hasili bölsün 2. Düzbucaq üçbucağın sahəsi. Bu bizə verir 3. Yəni o düzbucaq üçbucaq sahəsini tapırdıq. Katetdən hasili bölsün 2. İkinci fiqurun sahəsini tapsaq yenə düzbucaq üçbucaqdır. Bu fiqurun sahəsini tapsaq yenə bu kateti 6-dan 2-yə 4-dür. Bu kateti 5-dən 8-ə 3-dür. Böl 2. Bu da bizə verir 6. İşlərin nisbəti ilə sahələrin nisbəti 3/6 olacaq nə? 2-də 1. Yəni B variantı. Fiqurların sahəsini tapırsan, düzbucaq üçbucağın fiqurların sahəsi. Yəni katetlərin hasili bölsün 2. Və hər birindən işi tapmış olduq. Və işləri böləndə deməli sahələri bölüb işlərin nisbətini tapmış oluruq. Daha sonra. Qosiyyətdə oxşardır yəni fiqurların sahəsini tapıb bölürük bir-birinə. Yəni eyni temadır. Gəldik sağ tərəfdəki suallara baxaq. Hə, ən fərqli sual 38. Sənə deyir ki, ABCD prosesi aparılır bu şeydə, ideal qaz üzərində. AB hissəsində qazın gördüyü iş A-dırsa, bütövlükdə bu qapalı prosesdə qazın gördüyü iş nəyə bərabərdir? Deməli yoldaşlar. Son qapalı sualımızdır bu. Əvvəlcə baxıram ki, AB hissəsində deyir qazın gördüyü iş A-dır, o heç cibdə. AB hissəsində mən şeyi tapsam, işi tapsam, buna mən P desəm. Əvvəlcə burada bir təzyiq var P. Düzdürmü? Sonra BC hissəsində temperatur T0-dan gəlib 3T0-a temperaturun qiyməti 3 dəfə artdı. Temperatur 3 dəfə artırsa təzyiq də 3 dəfə artır. Olur 3P. Yəni bu hissədə artıq təzyiq oldu 3B. Çünki həcm sabitdir B-dən C-yə.
Temperatur T0-dan gəlir 3 T0-a, temperatur 3 dəfə artır. Buna təzyiq 3 dəfə artdı. Oldu 3P. C-dən D-yə. C-dən D-yə mən görürəm ki, həm həcm 2 dəfə azalıb, həm də temperatur 2 dəfə azalıb. Bunda demək təzyiq eyni qalır. Yəni B-dən C-yə təzyiq 3P olmuşdu. C-dən D-yə də təzyiq elə 3P-də qalır. Əvvəlcə P idi, sonra temperatur 3 dəfə artdığı üçün oldu 3P, sonra təzyiq sabit qaldığı üçün elə oldu 3P. İndi A-dan B-yi tapsaq, P delta V. Təzyiqi P, həcm dəyişməsi V0-dan gəldi 2V0-a. 2V0 çıxılsın V0. Yəni V0. P, V0. Deyir, buradakı iş A-dır. Yaxşı, olsun A. B ilə C-də, bir də D ilə A-da həcm dəyişmədiyi üçün iş yoxdur. Bunlara baxmırıq. İşin qiyməti orada sıfırdır. Qaldı burada nə? C-dən D-yə. C-dən D-yə işi tapanda yenə P delta V. Buradakı təzyiq artıq oldu. C-dən D-yə 3P oldu. Həcm dəyişməsini tapanda 2V0-dan gəldi V0-a. Yəni V0-dan çıxıram 2V0-a. Oldu nə? Mənfi V0. Yəni mənfi 3 P0 V0. Buna elə P0 da deyə bilərik də. PV0 ya da PV0 geçsin. PV0 A-dırsa mənfi 3 PV0 olur nə? Mənfi 3A. Onda ümumi iş tapanda toplayırıq. A plus mənfi 3A olur nə? Mənfi 2A. Yəni cavabımız olur 38 sualda B variantı. Əvvəlcə mən müəyyən bir təzyiqim vardı. BC hissəsində temperatur 3 dəfə artdığı üçün təzyiq 3 dəfə artdı. CD hissəsində həm həcm, həm də temperatur 2 dəfə azaldığı üçün təzyiq sabit qaldı, elə 3P-də qaldı. BC hissəsində və DA hissəsində həcm dəyişmədiyi üçün iş yoxdur. AB hissəsində iş P və 0-a bərabərdir. Yəni P delta V ilə tapıram. CD hissəsində isə təzyiq 3P-dir. Vururam həcmin dəyişməsinə. V0 çıxsın 2V0-a. Olur mənfi 3P V0. PV0 adırsa mənfi 3 PV0 olur mənfi 3A. Və ümumi iş tapdıqda toplayırıq. A-nın üstünə mənfi 3A gələndə olur nə? Mənfi 2A. 38 sualın cavabı deməli B variantı olmuş olur. Daha sonra bu ən fərqli sual idi. Bundan bir dənə sual var, o da buradadır. Gəlir bu suallar 40. Sənə deyir ki, əməl hissəsində, enel hissəsində və elem hissəsində daxili enerji necə dəyişər? İş necə dəyişər? Deməli, pillə-pillə yazaq hamısı üçün. N-dən elə təzyiq artır, həcm, temperatur artır. N-dən elə. Hər ikisi artır. Onda həcm sabit. Təzyiq artır, temperatur artır, həcm sabit. Həcm sabit olduğu üçün iş görülmür. Və temperatur artırsa deməli daxili enerjisi artır. Deməli iş yoxdur, daxili enerji artır. 1-ə uyğundur, daha doğrusu 2-yə uyğundur, NL 2 imiş. A ilə D. MN hissəsində nə baş verir? Temperatur azalır. M-dən N-ə temperatur azalır. Onda daxili enerji azalır. Və təzyiq sabitdir. Temperatur azaldığı üçün həcm də azalır. Həcm azalırsa qaz mənfi iş görür. Buradan da cavab hansına uyğun gələcək? Deməli, daxili enerji azalır B. Üçüncü,
LM. LM hissəsində temperatur sabit qalır burada yoldaşlar. Ox istiqaməti aşağı olduğu üçün təzyiq azalır. Təzyiq azalırsa həcm artır. Tərs burası. Temperatur sabit olduğu üçün daxil enerji dəyişmir. Sabit qalır. Yaxşı. Belə bir sual. Y niyə olmadı heç birində? Çünki kütlə sabitdir. Kütlə sabit olduğu üçün molekulanın sayı dəyişmir. Çünki kütlə bərabərdir. Bir molekulun kütləsi vurulsun molekulanın sayına. Kütlələr dəyişmədiyi üçün molekulun sayı da dəyişmir. Ona görə bu heç birinə aiddir. Birinci sualın cavabı B, 2-də A, D, 3-ə də C variantı uyğun gəlir. Daha sonra son sualımız 42. Sənə deyir ki, izotermik sıxılma, izoxor soyunma, izobar qızmada nə baş verir? Deməli, birincidə izotermik sıxılma. Temperatur sabitdir, sıxılıb, həcmi azalıb. Düzdürmü? İzotermik temperatur sabitdir, sıxılıb, həcmi azalıb. Onda həcm azalıbsa, qaz mənfi iş görür də, həcm azaldığı üçün. Və həcmi azaldığı üçün sıxılığı artır. Qazın sıxılığı artır. 1-ə uyğundur Y variantı. 2. 2-də sənə deyir izoxor soyma. İzoxor soymada izoxor prosesdə həcm sabitdir. Soyubsa temperatur azalıb. Temperatur azalıbsa, aha, həcm sabit olduğu üçün sıxlıq dəyişmir. Və qaz iş görmür. Həcm sabit olduğu üçün qaz iş görmür izoxor prosesdə. 2-ə uyğundur C variantı. 3-də izobar qızma. İzobar prosesdə təzyiq sabitdir. Qızıbsa temperatur artır. Temperatur artırsa həcm artır. Həcm artırsa sıxlıq azalır. Həcm artır, sıxlıq azalır. 3-ə uyğundur Y variantı. Daha doğrusu Y nə idi? Sıxlıq azalır. D variantı. Azalır, 1Y, 2C, 3D. Bir də həcm artdığı üçün qaz müsbət iş görür. Həcm artdığı üçün qaz müsbət iş görür. 1-ə Y, 2-yə C, 3-ə də AD variantları uyğun gəlir. B heç birinə uyğun gəlmir. B nə deməkdir? Qaz xarici mühitdə istimulyasına təcrid olunubsa, bu adiabat prosesdir. Bu da qəbul proqramında yer almır. Adiabat prosesi çıxarıblar. Qaz xarici mühitdə istimulyasına təcrid olunubsa, adiabat prosesdir. O da Q sıfır olan prosesdir. İstili miqdar yoxdur orada. Bu prosesi də qəbul proqramından çıxarıblar. Bu da bugünün sonuncu sualı oldu.